Hər birinizi xoş gördük, əziz tarix sevərlər. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız və hər biriniz səylə tarixi öyrənməyə davam edirsiniz. Biz ilk 9 dərsimizi Azərbaycan tarixinə həsr etmişdik və kanalımızda yerləşib. Bu dərslərə baxmaqla siz tam şəkildə Azərbaycan tarixini dərindən öyrənə bilərsiniz. İndi isə ümumi tarixin çəkilişinə start verdik. Əlbəttə ki, istəkləri nəzərə alaraq çalışacağıq ki, davamlı olsun. İlk dərsimiz Şumer və Misir. Misir-Şumer dövləti. Bir dövlət haqqında danışanda ilk növbədə nəyi bilməliyik? Həmin dövlət harada yerləşir? Yaxşı olar ki, dünyanın siyasi xəritəsində Misirin və Şumerin yerini göstərəsiniz. Biz öz xəritəmizdə bunu çəkməyə çalışmışıq. Misir harada yerləşir? Misir Aralıq dənizini ilk növbədə xəritədə tapsanız və Aralıq dənizinin cənub-şərqində Afrikanın şimal-şərqində yerləşir Misir. Afrikanın şimal-şərqində Nil çayının, bilirsiniz də Nil çayı dünyanın ən uzun çayıdır və Nil çayının vadisində yerləşir Misir. Elə Herodot eradan əvvəl 5-ci əsrdə yaşamış tarixin atası Herodot da deyirdi ki, Misir Nilin tövbəsidir. Yəni Nil çayı olmasa Misir kimi qədim bir dövlət olmazdı. Nilin tövbəsidir Misir. Misirdə ilk əvvəllər deməli maldar tayfalar yaşayırdı. Həmin o tayfalar xırda dövlətlər, nomlar yaradılar. Nom Misirdə xırda kiçik dövlətdir. Dövlətlər yaradılar. Təxmini bir 40 dənə dövlət var idi, amma otlaqlar üzərində, münbit əkin yerləri üzərində bu dövlətlər bir-birini qırırdılar və onların bir-birinə müharibəsi onların azalmasına səbəb oldu. Sonda ikicə dənə dövlət qaldı. Yuxarı Misir və aşağı Misir. Bunların yerini də bilmək şərtdir. Çünki aşağı Misir hal-hazırda indiki şimali Misirdir. Aşağı Misir Nilin Aralıq dənizinə, dənizə töküldüyü yer aşağı Misirdir. Çünki Nil çayının istiqamətinə görə bunu aşağı Misir adlandırmışlar. İlk paytaxt Memfisdə məsələ aşağı Misirdə yerləşir. Yuxarı Misir isə Nil çayının başlandığı ərazi idi. Onlar arasında mübarizə kəskinləşir. Eradan əvvəl 4-cü minilliyin ikinci yarısında yuxarı Misirlə aşağı Misir müharibəyə başlayır və deməli yuxarı Misirin qələbəsi ilə başa çatır. Vahid Misir dövləti yaranacaq. Vahid Misir dövləti 4-cü minillikdə artıq yaranır və onun ilk paytaxtı olur Memfis şəhəri. Misir münbit torpağı, yəni əkinçilik üçün çox yararlı torpağı var idi. Çünki Nil çayı ildə bir dəfə yazda daşırdı, özü ilə bolluca lil gətirirdi. Həmin o lilin hesabına da torpaq münbitlənirdi. Əkinçilik üçün yararlı idi. Misirdə lildən başqa bir şey yox idi. Çünki Misirdə gil var idi. Gil və əkinə yararlı torpaqlar. Başqa heç bir zəngin yataqları, qızıl yatağı olsun, hansısa ağac, metalla zəngin deyildi Misir. Ona görə də Misir gələcəkdə qüdrətli dövlət yaratdıqdan sonra işğalçı müharibələrə zəmin yaranacaq. Yəni ehtiyacdan fironların qüdrətini göstərmək üçün, onlara sərdabələr, ehramlar tikmək üçün mütləq deməli materiala, ağaca, eyni zamanda misə, qızıla ehtiyac var idi ki, onu qonşu dövlətlərin hesabına, xüsusən də onun yaxınlığında yerləşən, deməli Aralıq dənizinin şərq sahillərində yerləşən iki çay arası və digər ərazilərin hesabına təmin etməyə çalışacaq. Deməli, Misirdə vahid dövlət yarandı 4-cü minilliyin sonunda, yəni artıq Misirdə vahid dövlət yaranır. Misiri idarə edirdi kimlər? Fironlar. Bəzi sözlər var ki, bu ancaq Misirə aiddir. Firon deyəndə ilk gözümüzün qabağına Misir gələcək. Fironların qüdrətini artırmaq üçün 3-cü minillikdən belə demək olar ki, fironlar ehram yarışına çıxmışdı. Kimin ehramı, yəni piramidası daha gözəldir, daha qüdrətlidirsə, onun qüdrətinin göstəricisi idi. Deməli, Misirdə eyni zamanda damba sözünə rast gələcəksiniz. Damba bənd deməkdir. Nil çayı daşmamışdan əvvəl onun qarşısını kəsirdilər ki, özlərini çaydan qorusunlar. Şaduf var. Şaduf yuxarı əraziləri qorumaq üçün bir qurğu idi ki, aşağı ərazidən yuxarı ərazidəki deməli əkin sahələrini suvarmaq üçün idi. Eyni zamanda bir də var papirus. Papirus qamışdır. Papirusdan bir çox şeylərdə istifadə edirdilər Misirlər. Yəni həm yazı yazırdılar üzərinə, həm ondan qayıq düzəldirdilər, həm evlərinin üstlərini deməli papirusla örtürdülər və s. Deməli, Misir dövlətini yaratdıq. Misirdə Firon çox qüdrətli idi.
Yəni Fironu ilahiləşdirirdilər. Daha çox da Fironu kahinlər ilahiləşdirirdi. Firon ən yuxarı yerdə dayanırdı, günəşin oğlu sayılırdı və onlar düşünürdülər ki, Allah tərəfindən seçilmiş şəxsdir, hakimiyyəti irsən keçirdi. Firondan sonra ikinci yerdə dururdu kahinlər. Kahinin işi daha çox Fironu ilahiləşdirmək, xalqın gözündə onu daha da belə Allah səviyyəsinə qaldırırdılar. Ondan sonra isə deməli kəndlilər 3-cü təbəqədir, sənətkar tacirlər 4-cü təbəqə, qullar isə 5-ci təbəqəni təşkil edir. Misirdə əhali 5 təbəqədən ibarət idi. Dedik ki, Misirdə 3-cü minillik sırf deməli Fironların ehramlar tikməsi ilə, ərazilərini genişləndirməsi ilə, qüdrətlənməsi ilə yadda qalır. Misirin belə deyək də ən qüdrətli dövrü isə 2-ci minilliyə təsadüf eləyəcək. Eradan əvvəl 2-ci minillikdə Misir deməli dövləti öz inkişafının ən yüksək mərhələsinə çatacaq və Misirin 3 qüdrətli fironu ilə qarşılaşırıq. Bunların adını və gördükləri işləri mütləq əzbərə bilməli. Çünki ən çox testlərdə qarşımıza çıxır 1-ci Tutmos, 3-cü Tutmos və Ramzes. Deməli 1-ci Tutmos nə ilə yadda qalıb? 1-ci Tutmos ilk dəfə Aralıq dənizini görürük də, Aralıq dənizinin şərq sahillərinə deməli yürüşlərə başlayıb Fərat çayına gəlib çatıbdır. Eyni zamanda o sərhəddi şimalda Fərat çayından cənubda Nubiyaya qədər Nubiya ərazisində özünə birləşdirib, Nubiyadan da Misirə qızıl gətirirdilər. Dedik axı Misirin özünün faydalı qazıntıları yox idi. Nubiyaya qədər uzatmışdı. Deməli 1-ci Tutmos bizdə yadda qaldı ilk işğalçı müharibələrlə və bir də Fərat çayı ərazisinə, iki çay arası Fərat çayı Aralıq dənizinin şərq sahillərinə hücumu ilə yadda qaldı. Sərhəddini isə Nubiyaya dək uzatdı. Bir də 1-ci Tutmosda ilk qayalıq sərdabələr meydana gəlir. Qayalıq sərdabəyə nə ehtiyac var idi? Axı ehramlar tikirdilər. Ehramlar 3-cü minillikdə dedik ki, ən geniş yayılmışdı. Xüsusən də Giza ehramları deməli çox məşhur idi. Gizada ən böyük ehram Firon Xeopsa aid idi. Hündürlüyü 147 metr idi və 3000 il ərzində bundan hündür dünyada heç bir bina olmayıbdı. Dünyanın ən hündür deməli tikilisi olubdu Xeops ehramı. Amma ilk ehram deyil. İlk ehram isə Firon Djoserə aiddir ki, onun hündürlüyü 60 metr idi. Deyir, ilk əvvəllər Misirdə ehramlar kərpicdən tikilirdi. Amma Djoser'in ehramı daşdan tikilmiş ilk ehramdır. Djoser'in həm ilk ehramıdır, piramidası, ilk piramidadır, həm də daşdan tikilmiş ilk piramidadır. Bu yeni dərsliyə əsasəndir, sizi çaşdırmasın. Deməli, amma qayalıq sərdabı 1-ci Tutmosda, yəni 2-ci minillikdən başlayır. Niyə? Nə ehtiyac var idi? Çünki üsyanlar zamanı, müharibələr zamanı, qarışıqlıq olanda piramidalar qarətlərə məruz qalırdı. Ona görə 1-ci Tutmos qərar verir ki, mənim yəni dəfn olduğum yeri heç kim bilməyəcək. Onun sonunda gizli qayalıq sərdabələr yarandı. Hələ də Misirin indiyə qədər tapılmış ən zəngin sərdabəsi Tutanhamona aiddir. Amma bütün deməli sərdabələr tam tədqiq olunmayıb. Hələ də gizli sərdabələr var hardasa. Deməli Misirdə dedik ki, ehramlar ölkəsi idi, qızıllı ölkə idi. Misirin bir çox adı var. Qızıllı ölkə, ehramlar ölkəsi və Nilin tövhəsi. Niyə qızıllı ölkə? Qızıllı ölkə məsələsini də izah eləyək. Ona görə yox ki, Misirdə qızıl çıxarılır. Biz dedik axı, Misirə qızıl Nubiyadan gətiriləcək. Bəs niyə ölkə qızıllı ölkə adlanır? Ona görə ki, Nil çayı boyunca zəngin torpaqlardan çoxlu taxıl istehsal olunurdu, taxıl yığılırdı. Ona görə də bu ölkəni o taxılın bərəkətinə görə qızıllı ölkə adlandırmışdılar. 1-ci Tutmos haqqında olanları yada saldıq. 1-ci Tutmosda, 3-cü Tutmosda, Ramzesdə hər ikisi 2-ci minilliyin deməli ortaları və 2-ci yarısında yaşayıblar. Eyni zamanda 2-ci minillikdə paytaxt da dəyişdirilir. Paytaxt Memfisdən Fivə köçürüləcək. Gəldik 3-cü Tutmosa. 3-cü Tutmos 1-ci Tutmosun nəvəsidir və 1-ci Tutmos öləndən sonra onun işğal etdiyi ərazilər deməli əldən çıxmışdı, itirilmişdi. Ona görə 3-cü Tutmos deməli yenidən sözü yadınızda qalsın. Yenidən iki çay arası əraziləri
özünə tabi etdi. Suriya, Fələstin və Finikiya. Finikiya burada ilk dəfə eşidirik. Finikiyanı deməli Misirə tabi etdi və canişinlik vasitəsilə öz işğal etdiyi əraziləri idarə etməyə başladı. Canişinlik sözünü işlədi. İlk gözümüzün qabağına gəlir. Bəli, Misir dövləti. İranzun dövründə də canişinlik sistemi var idi. Deməli, işğal etdiyi əraziləri deməli canişinlər vasitəsilə idarə edirdi ki, biz dedik 3-cü Tutmos. 3-cü Tutmos bu əraziləri yenidən özünə tabi etdi. 3-cü Tutmosdan sonra biz Ramzeslə qarşılaşırıq ki, Ramzes deməli hakimiyyətə gələndə yenə də əlbəttə ki, Ramzes Afrikanı üsyanlar bürümüşdü. Şimali Afrikada üsyanlar vardı. O üsyanları yatıracaq Ramzes. Eradan əvvəl 13-cü əsrdə yaşayır. Ramzes deyəndə ilk olaraq gözümüzün qarşısına Hitlərlə olan müharibə gəlir. Hitlər kimlər idi? Hitlər deməli Anadoluda, Kiçik Asiyada qüdrətli dövlət yaratmışdılar. Hit də öz qüdrətli dövrünü yaşayırdı, Misir də öz qüdrətli dövrünü yaşayırdı. Və bunların hər ikisi Suriyanı işğal etmək istəyirdi. Baxın Suriya. Suriya uğrunda həm Misir hücum edir, həm də Hit dövləti. Bu ikisinin uzun sürən müharibəsi başlayır ki, bu müharibədə heç kim tam qələbə qazanmır. Böyük itkilər baş verdiyinə görə onlar axırda razılığa gəlib müqavilə bağlayacaqlar. Eradan əvvəl 13-cü əsr, yəni 1286-cı ildə Kadeş müqaviləsi imzalanacaq. Kadeş müqaviləsinin şərtini əzbər bilməliyik. Kadeş müqaviləsinin şərtinə görə Suriyanı iki yerə böləcəklər. Suriyanın şimali Suriya qalır Hitlərə. Şimalı Hitlərə qalır. Cənubi Suriya isə qalır, deməli, Misirin əlində. Eyni zamanda Fələstin, Finikiyada Misirə məxsus olur, Misirin əlində qalır. Yalnız Suriyanı bölmək məcburiyyətində qalır Misir. Və onlar belə qərara gəlirlər ki, dara düşdükdə, hücuma məruz qalanda dövlətlər bir-birinə yardım kömək eləyəcək. Deməli, biz bu Kadeş müqaviləsidir. Kadeş müqaviləsini əzbər bilməliyik. Kadeş müqaviləsindən sonra artıq Ramzesin kifayət qədər sabitliyi təmin etdikdən sonra vaxtını sərf edir. Boş vaxtı olur və o vaxtını sərf edir quruculuq işlərinə. Yeni paytaxt Fivi gözəlləşdirməklə məşğul olur. Eyni zamanda Nubiyada öz həyat yoldaşına və özünə 24 metr hündürlüyü olan heykəl qoydurur. Quruculuq işləri ilə məşğul olur Ramzes. Amma Ramzes də öləndən sonra, deməli, eradan əvvəl 1-ci minillikdə Misirdə sülalə daxilində çəkişmələr, eyni zamanda mərkəzi hakimiyyət zəifləyir deyə məmurların özbaşınalığı Misirdə fironları belə deyək də gözdən düşür, hakimiyyətləri zəifləyir. 1-ci minilliyin əvvəllərdə olan hakimiyyəti zəifləyir və bundan kim istifadə edəcək? Əhəməni dövləti. Eradan əvvəl 525-ci il Pelusiya döyüşüdür. Pelusiya Misirin mühürü adlanır. Yeni dərslikdə deyir ki, Misirlilər düşünürdülər ki, Pelusiya alınmaz qaladı Misirlilər üçün. Amma müqəddəs bir yerdir. Həmin o Pelusiyanı, deməli, Pelusiya döyüşünə, Pelusiya qaladır həm də, deməli, Əhəmənilər işğal edəcək eradan əvvəl 525-ci ildə və 525-ci ildən sonra artıq Misirdə yerli hökmdarların idarəsi bitir. Yəni, artıq Misiri digər ölkələrdən təyin edilmiş şəxslər idarə edəcək və Misir artıq müstəqil dövlətçiliyini bitirib, əyalətlərə çevriləcək. İlk əvvəl dedi ki, 6-cı, 5-ci əsrlərdə Misir oldu Əhəməni dövlətinin deməli əyalətinə çevrildi. Ondan sonra Makedoniyalı İskəndər özünün ən qüdrətli dövründə Misiri özünə birləşdirəcək. Eradan əvvəl 332-ci ildə Misiri özünə birləşdirəcək və İskəndəriyyə şəhəri salınacaq. Həm İskəndəriyyə şəhərinə köçürəcək Misirin paytaxtı. İskəndəriyyə belə başa düşür, Misirin 3-cü paytaxtıdır. İlk paytaxtı Memfis, sonra Fir, İskəndərin dövründə isə İskəndəriyyə. Sonra isə deməli artıq Roma özünün ən qüdrətli dövründə Misiri özünün əyalətinə çevirəcək eradan əvvəl 30-cu ildə. Beləliklə də Misir dövləti bundan sonraki dövrlərdə də biz gələcəkdə keçəcəyik ki, Ərəblər, sonra Osmanlılar və digər sonradan hətta İngilislər Misiri idarə eləyəcəklər. Misir çünki çox zəngin torpaq idi və hər bir dövlət onu işğal etmək üçün çalışırdı, səy göstərirdi. Misirin mədəniyyətinə gəldikdə
biz bilirik ki, Misir və Şumer mədəniyyəti ən qədim, zəngin mədəniyyət sayılır. Hətta alimlər sübut etməyə çalışırlar ki, hətta Şumerdən həm yazı, həm dövlətçilik ənənələri Misirə sıçrayıbdır. Dünyanın ən qədim yazısı Şumer və Misirdə yaranıb. Dünyanın ən qədim sivilizasiyası da bizim bugünkü danışdığımız dövlət Misirdə və Şumerdə meydana gəlmişdir. Misirlilər bilir ki, mumya etməyi bacarırlar. Mumyalamaq nəticəsində onlar cərrahiyyə əməliyyatını, təbabəti inkişaf etdirəcəklər. Düşünürdülər ki, insanın bədəni nə qədər ki sağ qalırsa, demək o yaşayır. Ona görə də mumyadan istifadə edirlər. Xüsusən də fironları mumyalayırdılar. Misirdə bilirik ki, fironların deməli möhtəşəmliyini, hakimiyyətinin qüdrətli olduğunu sübut etmək üçün ehramlar tikilirdi. Ehramların tikilməsi həndəsə elminin inkişafına gətirib çıxartmışdı. Misirdə həndəsə elmi inkişaf etmişdi. Eyni zamanda Misirdə astronomiya inkişaf edəcək. Niyə inkişaf edir astronomiya? Çünki Misirdə Nilin daşqınları baş verirdi. Həmin o daşqınların vaxtını bilmək deməli çox önəmli idi. Daşqınların vaxtını öncədən bilmək üçün onlar ulduzların düzülüşünə diqqət yetirirdilər və ulduzlar eyni xəttə düzüldüyü vaxtı onlar deməli daşqının baş verəcəyi vaxtı təyin edə bilirdilər. Ona görə də Misirlilər ulduzların xəritəsini işləyib hazırlamışlar. Ulduzlu göyün xəritəsi yeni dərslikdə o cür yazılıb. Misirlilər kəşf etmişdi. Eyni zamanda Misirlilər dedik ki, axı bütpərəst idilər, çox tanrılı idilər. Onlarda baş tanrı Amon idi ki, Amon həm Allahların başçısı idi, baş Allah idi, həm də Fironun havadarı idi. Amma onların bir əfsanəsi var, Misirin dünyanın yaranması haqqında əfsanəsi var ki, həmin əfsanədə deməli günəş tanrısı Ra dünyanı yaradıb, deməli Ra tanrısı haqqında da tanış olduq Misirdən. Sonra Misirdə yaddan çıxan inşallah ki bir şey olmadı. Misirlilər deməli üçbucağın, kvadratın, trapesiyanın sahəsini ölçməyi bacarırdılar. Eyni zamanda günəşin, ayın tutulma vaxtını öncədən təyin edə bilirdilər. Bunları da bilməliyik. Misirdən bu qədər. İnşallah ki bir şey unutmadıq. Misir haqqında ən vacib məsələləri dedik. Keçdik Şumerə. Şumer buranın yerli sakini deyil. Deyir ki, Şumerin deməli bura gəlmədi. Eradan əvvəl 7-6-cı minillikdə Şumerlər iki çay arasına gəliblər. Hardan gəliblər? Deməli Mərkəzi Asiyadan, Altay dağlarından, hətta yeni tarixçilər deyir ki, onlar Azərbaycan ərazisinə keçib gəliblər. Azərbaycan ərazisinə keçib gəlmiş xalqlar və onların dilindəki sözlərin eyniliyi və s. Şumerlərin türk olduğunu sübut edir. Şumerlər iki çay arasının cənubunda məskunlaşacaqlar. Deyir, şimalında əhali daha qədimdən məskunlaşmışdır. Cənubunda məskunlaşacaqlar. Çox cəngəlli idi. Keçilməz ərazilər ki, bu əraziləri deməli Şumerlər abad bir ölkəyə çevirəcək. Çünki deyir, onlarda hər şey öncədən bölünmüş şəkildə qanun qayda ilə həyata keçirilirdi. Kim hansı işi görəcəyi öncədən bəlli idi. O sistemli şəkildə işlərini görürdülər. Ona görə də qısa müddətdə iki çay arasını abad bir ölkəyə çevirdilər və iki çay arasında onlar 4-cü minillikdə ilk öncə su çarxını, sonra təkəri və arabanı kəşf etdilər. Misi, Tuncu 4-cü minillikdə kəşf etdikdən sonra iki çay arasında dövlətlər yaranmağa başladı. İki çay arasının ən qədim deməli dövləti Eredudur, 4-cü minilliyə. Onlar özlərinin elə ilk şəhəri Eredunu sayırlar. 4-cü minilliyə aiddir. Ondan sonra Kiş, Nippur, Umma və çoxlu Lakkaş dövlətlər yaranır ki, onlar da 4-cü minilliyə tarixinə aiddir. Şumerlilərin həm də bərəkətli aypara adlandırılır. İki çay arasını bərəkətli aypara adlandırırlar. Niyə? Çünki bu deməli ərazi Dəclə və Fərat çayının arasındakı ərazi. Xəritədə baxın, iki çay arası elə bil ki, bu iki çay arası hövzə ayparıya bənzəyir və ən bərəkətli torpaq olduğuna görə buranı bərəkətli aypara adlandırırlar. Ancaq Şumer şəhər dövlətləri dinc dayanmadı. Bir-birlərinin hakimiyyət uğrunda mübarizəyə başladılar. Arası kəsilməyən müharibələr nomlara bənzəyir.
Misirdə nomlar bir-birini qırırdı. Burada da ki, şəhər dövlətləri hakimiyyət uğrunda, bütün iki çay arasını idarə etmək uğrunda müharibələr apardılar və bu Şumer şəhər dövlətlərini zəiflətdi. Zəifləyən Şumer şəhər dövlətləri artıq o qədər müharibə aparmışdılar və gəlmə xalqı idilər deyə onların sayı azaldı və ordularından çağırmağa əsgər belə tapa bilməyən Şumerlər deməli qonşu tayfaların, qonşu ərazilərin, xüsusən də Ərəbistan yarımadasından deməli Akkadları, Samiləri öz ordularına cəlb eləyəcəklər və gələcəkdə həmin orduya cəlb edilən sərkərdələrdən biri deməli Akkad hökmdarı Sargon deməli iki çay arasını birləşdirib özünə vahid bir dövlət yaradacaq. İlk imperiya kimə məxsusdur? 24-cü əsrdə iki çay arasını ilk dəfə birləşdirən Sargona aiddir. Sargon ilk dəfə olaraq iki çay arasını birləşdirdi və deməli dünyada ilk imperiyanın əsasını 24-cü əsrdə Sargon qoyacaq. Amma Sargon Şumer şəhər dövlətlərinin varlığına son qoymur. Sadəcə onları öz hakimiyyəti altında birləşdirir. 22-ci əsrdə isə həmin o Akkad dövlətini bizim Kuti dövləti özündən asılı vəziyyətə salıb İki çay arasını 100 ilə yaxın, deməli 22-ci əsrdə bizim Kutilər idarə edəcək. Lakin Kutilər də burada bilirsiniz ki, yerli canişinlər vasitəsilə idarə etdiyinə görə hakimiyyətləri zəifləyəcək, buradan qovulacaqlar. Şumer şəhər dövlətləri öz hakimiyyətini bərpa etsə də yenə də çəkişmələrə son qoymadıqları üçün 3-cü minilliyin sonunda artıq Şumer şəhər dövlətləri süquta uğrayır. Bundan sonra bizdə deməli Şumerin də zəngin mədəniyyəti var. Şumerin mədəniyyətinə diqqət yetirəcəyik. Şumerlər dedik ki, dünyada ən qədim yazı, dövlətçilik tarixi Şumerlərə də aid eləyirik biz. Dedik həm Şumer, həm Misir şərq mədəniyyətini özündə birləşdirir. Zəngin şərq mədəniyyəti bunlarda da deməli çox tanrılıq idi. Misirin baş tanrısı Amondur. Şumerin baş tanrısı Andı. Eyni zamanda Şumerlilər də, Misirlilər də hər ikisi təqvimi kəşf etmişdilər. Hər ikisinə təqvimi var idi. Misirin təqvimi əslində Nil çayının daşmasına, təbiətinə uyğun idi. Üç fəsili var idi. Daşqın, əkin və biçin dövrü, biçin dövrü. Deməli, fəsili 4 aya bölürdülər və il 12 aya, aydan ibarət idi, hər ay 30 gündən ibarət idi. Axırda da deməli 5 günü bayram edirdilər ilin bitməsinə görə 365 gündən ibarət idi. Misirdə təqvim, eyni zamanda Şumerlərdə təqvim yaratmışdılar. Və Şumerlilərdən deməli Şumer deyəndə gözümüzün önünə mütləq zikuratlar gəlir. 3-cü minillikdən Şumerdə deməli zikurat tikililər, onlar pilləkən var idi, piramidaya oxşar cəhəti odur ki, deməli hər ikisi pilləkən var idi. Zikuratlar həm də məbədlər idi. Ümumiyyətlə Misir və Şumerin tarixini müqayisəli şəkildə öyrənsək daha yaxşı mənimsəyə bilərik. Xüsusən də mədəniyyət hissəsini. Deməli Misirlə Şumer bir çox ilişlərə imza atıblar. Məsələn, dedik ki, dünyada ilk yazı, piktoqrafik yazı hər ikisində var. Piktoqrafik yazıdan Misirdə hieroqlif yazı meydana gələcək. Müqəddəs işarələr adlandırırdılar. Şumerdə isə mixi yazı meydana gələcək 3-cü minillikdə. Eyni zamanda dedi ki, hər ikisi xəritə hazırlayıb. Dünyada ilk bizə məlum olan xəritəni Şumerlər hazırlayıbdı. Gil kitabə üzərində bunu çəkiblər. Dünyaya da ilk qədim xəritəni Şumerlər. Ulduzların xəritəsini isə, ulduzlu göyün xəritəsini isə Misirlilər hazırlayıb. Dedi ki, hər ikisi çox tanrılı idi. Eyni zamanda dedi ki, orada Misirdə baş tanrı Amondur, Şumerlərdə baş tanrı Andı. Bundan əlavə Şumerlərdə həm də ilahələr çox yayılmışdı. İlahə İnnanna deməli inanırdılar ki, həmin o ilahə İnnanna bizdə yadınızdadırsa, Arraqda dövlətində də ilahə İnnannaya inan var idi. Sonra ixtiralarına gəldikdə Şumerlərdən dedik, Şumerlərin də özünün təqvimi var idi. Şumerlər deməli dairənin 360 dərəcə olduğunu hesablaya bilirdilər. Misirlilər isə dedik ki, həm üçbucağın, trapesiyanın, dairənin sahəsini ölçə bilirdilər. Misirlilər saatı 1 saatın 60 dəqiqə olduğunu
irəli sürən Şumerlərdir. Şumerlər dama oyununu kəşf edib. Şumerlərin də dastanı var. Şumerlərin dastanı isə deyir indiyə qədər ilk yazıya alınmış dastan Gilgameş haqqında dastandır. Sonradan o Huri və digər dillərə də tərcümə olunmuş dastandır. Misirin dastanı nə idi? Bayaq demişdi, dünyanın yaranması haqqında. Dastan isə Misirə aid idi. Sonra Misirdə dedik ki, həndəsə elmi ön plandaydı, inkişaf etmişdi. Şumerdə isə dedik ki, riyaziyyat elmi daha yaxşı inkişaf etmişdi. Eyni zamanda Misirdə onluq hesablama sistemi var. Düz onlar rəqəmləri tanımasalar da onluq hesablaya bilirdilər və onlarda hətta milyonu deməli işarə edən, göstərən rəqəm də hiddətdən əlini yuxarı qaldırmış insan milyon işarəsini bildirirdi. Şumerdə isə dedik ki, artıq astronomiya burada da inkişaf eləyib. Zikurat dişlikləri zikuratdan həm də göy cisimlərini müşahidə etmək üçün istifadə edirdilər. Bu günlük bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu dərsimiz. Çox xırdalıqlar var mədəniyyətdə, ola bilər ki, neysə unudum. Hieroglif yazını ilk oxuyan deməli Şampanyondur, fransız alimidir, 1822 və s. və ilaxir xırdalıqlar da var ki, onları da yerdə qalan özünüz oxuyarsınız, anlayarsınız. Misir və Şumerdən bu qədər. Növbəti dərsdə görüşmək ümidi ilə sağlıqlı qalın.